Salam əziz şagirdlər. Bu video izahında 9-cu siniflərin buraxılışları üçün mövzu sınağı 2C variantının izahını verəcəm. Diqqətlə qulaq asın. Düzü 9-cu sinif olmağına baxmayaraq, yəni 10-cu sinifdə, 11-ci siniflərdə sona kimi izləsə yaxşı olar. Həqiqətən çox gözəl suallar var burada da. Keçək sualların izahına. Deməli, birinci sualda bizdən nə istəyir? 5x çıxırsın 6y bərabər 0 olarsa 10x üstəgəl 3y, 5x üstəgəl 4y ifadəsinin qiymətini tapın. Aha. Biz buradan nə edirik? 5x bərabərdir 6y görürəm. Mən 6y keçirərəm bu tərəfə. Hər tərəfi 2-yə vuraram. 10x bərabərdir 12y olar. Vəssalam. Buradan 10x'in yerinə 12y qoyaram. 5x'in yerinə də 6y. 12y'nin üstüne 3y gələndə olar 15y. 6y'nin üstüne 4y gələndə də eləyər 10y. Buradan y'lər gedər. 15'dən 15 ixtisar gedər. Qalar 2'də 3. Cavab olur 2'də 3 veya 1,5 variantı. Keçək ikinci suala. AB ədədini A üstəgəl B cəminə böldükdə 4 alınarsa, AB ədədini A üstəgəl B cəminə böldükdə 4 alınarsa, A vur B hasının ən böyük qiymətini tapın. Biz bilirik ki, burada AB ədədi belə deyək ki, bir rəqəmli ədəddir. Bir rəqəmli ədəddir. Məsələn, A maksimum 9 olar, B maksimum 9 olar. A tutam ki 1 olar, B minimum 0 olar. Yəni bu qaydada getməli ki, 2 rəqəmli bir ədəd alınsın. Cəmini A üstəgəl B cəmini bu ədədi A üstəgəl B cəminə böldükdə 4 alınırsa. Ümumiyyətcə belə deyək ki, A B ədədi özlüyündə nə deməkdir? 10A nisbətən naziklədir biraz. Deməli 10A üstə gəlinsin B ədədini A üstəgəl B ədədinə A üstəgəl B ədədinə böldükdə 4 alınır. 4. Deməli mən bu 4'ü gətirib A üstəgəl B-yə vursam 10A üstəgəl B ədədi alınmalıdır. Vuraq açaq görək ifadəni. Deməli burada 4A üstə gəlinsin 4B bərabərdir 10A üstə gəlinsin B olar. 4A'nı keçirsən bu tərəfə 6A bərabərdir 3B. 6 ilə 3 ixtisar gedər. B bərabərdir 2A qalar. B-ni artıq 2A tapdıq. AB hasilinin ən böyük qiymətini istəyirsə bizdən, biz bilək ki, burada A da B də ən böyük qiymət alsın. A da B də ən böyük qiymət alsın. Məsələn, B-nin ən böyük qiyməti nə olar? Tutam ki 9. B-nin 9 qiyməti A-nın 4,5 qiymətinə uyğun gəlirmi? Uyğun gəlmir. Çünki mən A-nın yerinə 4,5 qoya bilmərəm. Ona görə B-nin ən böyük qiymətin 8 götürək biz. Onda A-ya ən böyük qiymət 4 uyğun gəlir. Və artıq biz bildik ki A 4, B isə 8'dir. Yəni 8 vurulsun 4, 32 olmuş olar. Cavab olar A variantı. Keçək, rəngi dəyişək. Onsuz rəqəmlər də qaradır, biraz da belə seçilsin. Yaşlarının həndəsi ortası 6 kök altına 6 olan 2 nəfərin yaşları. Yaşlarının həndəsi ortası, yəni A vurulsun B, həndəsi orta belədir də. 6 kök altında 6. Deyə bilərsiniz ki, niyə təkcə A vurulsun B və ikinci dərəcədən 2 ədədin həndəsi ortası A vurulsun B ikinci dərəcədən. Əgər 3 dənə ədəd olsa, 3-cü dərəcədən məsələn A vur, B vur, C. Bu formada belə bir ifadə olmalıdır. Yəni həndəsi orta belə hesablanır. Burada 2-ni də silə, yəni 2-yə də ehtiyac yoxdur. Sonra 2 nəfərin yaşları 2'də 1 və 3'də 1 ilə tərs mütənasib hissələrə bölünərsə, 2 nəfərin yaşları 2'də 1 və 3'də 1 ilə tərs mütənasib hissələrə bölünərsə, onların ən böyüyü neçə yaşındadır? Deməli, 2'də 1 və 3'də 1 ilə tərs mütənasibdirsə, buna mən tutam ki 2K, buna da
3k desəm, gətirib yerinə qoysam 6k kvadrat bərabər 6 kök altında 6 olar. Məsələn, A-ya mən 2k, B-yə də 3k. Yaşları 2'də 1, 3'də 1 ilə tərs mütənasibsə, deməli yaşlar 2k və 3k götürə bilərik. Buradan olur ki, k kök altında 6 bərabər 6 kök altında 6, kök altında 6'lar gedir. K bərabər nə qaldı? 6. K 6'dırsa, deməli birinin yaşı 12'dir, birinin yaşı isə 18, ən böyük neçə yaşındadır? 18 yaşında. Bu belə. Qoyaq buraya, dursun burada. Sonra 60% zərərlə 150 manata satılan mal 60% xeyirlə neçə manata satırlar? Malın qiyməti deyək ki, x manatdır. Bu 100%'dir. 60% zərərlə. 60% zərərlə satılan mal neçə faizdir? 40%'də satılır. Neçə manata? 150 manata. Buradan x-i tapaq. Deməli, 150 vurulsun, 100 bölünsün 40'a. Deməli, buradan sıfırlar getdi. 25 qaldı. 25 vur 15. 15 vur 25. Aha. 60% xeyirlə neçə manata satdılar? Mənim məhsulum, malımın qiyməti 15 vur 25'dir. 15 vur 25 100%'dir. 100%. 60% xeyirlə, yəni 160%'ə satılan mal. Ben bir A'ya. Buradan A'nı tapaq. Yenə də 100. Deməli 100. 15 vur 25 vur 160. 25'ten 100 ixtisar etdi. 4 kaldı. Getdi 40 kaldı. 4 kere 5 20 60 600 manata satırlar xeyirlə. 600 manata satırlar. Bu belə. Keçdik 5-ci suala. ABC üçbucağında AD hündürlükdür. Qəşəng. DAC 25 dərəcə 55 dərəcə olarsa BAC-ni soruşur məndən. BAC-ni. Ümumini soruşur. BAC-ni. Bu hissəni. Bu hissəni məndən soruşur. Deməli, bura 25-dirsə, düzbucaqlı üçbucağa görə bura qalır 65 dərəcə. Bura 65, 55-dirsə 120 dərəcə. Onda bu hissə, bu rəhlədiyim hissə neçə dərəcə olur? Bax, bu rəhlədiyim hissə neçə dərəcə olur? Bax, ümumi fikirləş 55, 65. 120 dərəcədirsə, rəhlədiyim hissi 60 dərəcə qalır. Onda 25'i var. 35 dərəcəsi çatmır. Və nələ BAC-ni soruşur? BAC-ni tapdıqda artıq ki, BAC 60 dərəcə qalır C variantı. Deməli, 6-cı sualda nə deyir? ABC bərabər yanlı düzbucaqlı üçbucağında BC hipotenuzdur. Aha. 12 köklü 2. AC katet üzərində götürülmüş D nöqtəsi üçün DC 7 cm olarsa D nöqtəsi DC BD-ni soruşur bizdən. Bərabər yanlı düzbucaqlı üçbucaqdan söhbət gedirsə, bura A'dır. Bura A'dırsa, bura A çıxılsın 7 olmalıdır. Və əlavə olaraq biz həm AB tərəfin, həm də AC tərəfin A götürsək, ümumilikdə A kvadrat üstəgəl A kvadrat bərabərdir 12 kökdə 2'nin kvadratı. 2A kvadrat bərabərdir 144 vurulsun 2'yə. 2'lər getdi. A nə oldu? 12. A'nı tapdıq 12'dir. Məndən BD-ni soruşur. A 12'dirsə AD də 5 olur. Çünki açıq 7'dir, 5'dir. BD artıq 5'in 144, 12'nin kvadrat üstə gəlsə 25, 169, BD olur 13, C variantı. Uyğun tərəflər paralel olan bucaqlardan biri digərinin 25%'ni təşkil edir. Biri alfadırsa, digəri sıfırdan %25 alfadır. Bir digərinin 25%'ni təşkil edir. Bu bucaqlardan böyüyünün dərəcə ölçüsü uyğun tərəfləri baxın uşaqlar. Uyğun tərəfləri paralel olan bucaqlar ya məsələn bu vəziyyətdədir. Tutalım ki, biri birinə bərabərdir. Ya da ki bu vəziyyətdədir məsələn. Biri belədir. Bir də
açıq bucaq şəklində olsa, tutalım ki, bu formada, bir də açıq bucaq şəklində olsa, belə deyək, məsələn, belə deyək, belə deyək, tutalım ki, məsələn, bu tərəfə paraleldir, bu tərəfdə bu tərəfə, onda bu alfadırsa, bu betadırsa, alfa üstəgəl betanın cəmi 180 dərəcə olmalıdır. Yəni, bunlar bir-birinin tamamlayıcısıdır. Məsələn, bax, mən tutalım ki, buranı götürüm, bura qoyum. İndi baxın, göstərəcəm. Baxın, deməli. Mən bunu tutalım ki, gətirirəm, bundan üst-üstə qoyuram. Bu əslində qalsa düz xətlərdir də biri-birinə. Üst-üstəyə qoyanda, görürük ki, buradan görürük ki, artıq bu xətlər biri-birinə tamamlayıcı olur. Yəni, 180-ə tamamlayıcı kimi bu hissə artıq olur, başqa rəngdən göstərsəm, amma bu hissə 180 dərəcə olmalıdır. Ona görə bunlar, yəni uyğun tərəfləri paralel olan bucaqlar deyirlər buna. İndi biz artıq bunları aldıq və buradan görürük ki, biz və verilən şərtdən bilirik ki, biri digər 25%-in təşkil edirsə, deməli bunlar bir-birinə bərabər olan bucaqlar olmaz. Bunlar hökmən cəmi 180 dərəcə olmalıdır. 0-dan %25 alfa üstə gəlsin, alfa bərabər 180 dərəcə. Oldu 1-dan %25 alfa bərabər 180-ə. Bu bucaqlardan böyüyünün dərəcə ölçüsünü tapın. 100-ə vursam, 125 alfa bərabərdir 1800. Deməli, burada nə qalar? Bu bucaqlardan böyüyünün dərəcə ölçüsünü tapın. 1800-ü gətirib 1800-ü 125-ə bölsəm, bir dəfə 125, 55-də 550-də, deməli 4 dəfə 5 dəfə olmaz, 5 dəfə olarmı? 5 kəsib 5 kere 2 10, 5 dəfə olmaz, xeyr 5 dəfə olmaz, 4 dəfə, 4 kere 5 20, 4 kere 2 8 10, 4 kere 1 4 5 50, 500'də də yenə 4 dəfə 500, 144 dərəcə. Bunun böyüyü 144 dərəcə. Vəssalam, böyüyünü tapdıq ki 144 dərəcə, kiçiyini soruşsaydı 36 dərəcə götürəcəkdik bunu. Bu belə. Silək, bura ehtiyac yoxdur. Bu belə. Sonra keçdik 8-ci suala. ABC artan sırayla verilmiş natural ədədlərdir. Artan sırayla verilmiş natural ədədlərdir. AB 24, BC 120 olarsa, C bölünsün A plus B nisbətinin ala biləcəyi tam qiyməti tapın. ABC artan sırayla verilmiş natural ədədlərdirsə, bax mən A'ya N deyirəm. Tutalım ki, N. B onda olur N plus 1. Artan sırayla verilmiş natural ədədlərdir. B N plus 1'dirsə, C olur N plus 2. Düzdürmü? İndi buradan artıq mən artan sırayla verilmiş natural ədədlər birincini həll edirəm. Bax, N vurulsun N plus 1 bərabərdir 24. Ardıcıl ədədlər. Hansı ardıcıl ədədlər? Artan sırayla verilmiş natural ədədlərdir. Həll eləyək kvadrat tənliyi. N kvadrat üstə gəlsin N. Çıxılsın 24 bərabərdir 0. Deməli, D bərabər B kvadrat 4AC 4 kere 4 16 4 kere 8. Artan sırayla verilmiş natural ədədlərdir. Bu artan sırayla verilmiş natural ədədlərdir uşaqlar. Üzrlü sayın. Bunu şərti qarışdırmışam. Mən ardıcıl ədədlər götürmüşəm. Artan sırayla verilmiş natural ədədlərdirsə, daha fərqi yoxdur da. Artan sırayla verilmiş natural ədədlərdirsə, biz bilirik ki B A'dan böyükdür, C də hər ikisindən böyükdür. Bu şərt daxilində və nisbətini ala biləcəyi tam qiyməti, nisbətinin ala biləcəyi tam qiyməti tapın deyir bizdən. İndi natural ədəddirsə, düşünməlisən ki buradan, məsələn, ala biləcəyi deyir. Ala biləcəyi, bax şərtə
biləcəyə tam qiyməti tapın deyir. İndi biz belə bir şey, məsələn A-ya sən 1 versən, B-yə 24 versən, burada da B-yə 24 verməlisən, C-yə məcbur 5 versən, olmadı axı. C artan sırayla 5 oldu. Yəni bu olmadı. Yəni sən A-ya 1, B-yə 24, C-yə, yəni bu şərti ödəməlidir. Verə bilməzsə. İndi burada A-ya 2 versən, B-yə 12 versən, B-yə 12 versən, C-yə 10 verməzsən. Bu şərt ödəməz. A-ya bəs nə verək? A-ya 3 versən, B-yə 8 versən, B-yə buradan 8 versən, C-yə nə verməlisən? 15. Düzdürmü? Deməli, A3 ala biləcək tam qiyməti tapın deyir. Məsələn, A3, B8, C15. Tam olurmu böləndə? Olmur. Deməli, bu şərt ödəmədi. Sonra A-ya 4 versən, B-yə 6 verərsən, 6 versən, C-yə 20 verməliyəm mən. Baxaq ki, ödəyirmi? 4 üstə gəl 6 bölünsün 20. Ödəyirmi? Ödəyir. Cavab nə qalır? 2. Ala biləcək tam qiymət tapın. Olur cavab 2. Bayaqlarım mən ardıcıl, artan sırayla yox, ardıcılın şərtini yazmışdım. Ona görə biraz qarışıqlıq oldu orada. İfadəsinin qiymətini tapın. Deməli, bunu hesablamalı yox, ya da bir-bir bölə də bilərik. Aslında bölmək bizə uyğun gələrmi? Hesablamaq da olar. 3, 6 və 4-ün əkobu nədir? 12. Mənfi 2-ni mən bunu 4-ə vurmalıyam, bunu 2-yə vurmalıyam, bunu da 3-ə. Mənfi 2-ni 4-ə vuranda mənfi 8. Çıx 2, üstə gəl 9. Oldu mənfi 12-də. Mənfi 11. Mənfi 12-də 1. Böl 6-da 5 nə deməkdir? Böl 6-da 5. Tərsinə çevrilir də. Sürət, məxrəc sürətə. Bu 6 gedir sürətə. Sürət də məxrəcə gəlirdi. Onda birbaşa belə yaza bilərəm mən. Deməli, elə mənfi bu nədir? 12-də 1 vur 5-də 6. Bunlar getdi. Burada qaldı 2, 2-də 5, 10. 10-da 1, mənfi 10-da 1. Olarsa A plus B cəmini tapın. Baxın uşaqlar. Bunlar çox həqiqətlərə aid olan çox sıx düşən sual tiplərindəndir. Əgər modulların cəmi, burada cəmlər görürük, toplama görürük. Cəmi 0-a bərabərdirsə, sən bilməlisən ki, bu modulların hər biri 0-a bərabərdir. Çünki bir dənə düşün, ən çox belə də düşür. Məsələn, x üstə gəlsin 2-yi tutalım ki, üstə gəlsin kök altında x kvadrat, üstə gəlinsin 6x. Belə bir şey düşür. Məsələn, bərabərdir 0. Sən burada bilməlisən ki, məsələn, həm modul, həm də cüt dərəcədən, ikinci dərəcədə cüt dərəcədən kökün cəmi 0-dırsa, deməli bunların hər biri 0-a bərabərdir. Yəni bu xassələri bilmək lazımdır. İndi burada məsələ nədir? Burada da başdan başlayıram, bu hissədən başlayıram. X çıx 6 bərabər 0, x bərabər 6. Gətirib yerinə qoyuram. 5x üstə gəlsin 2a bərabərdir 0. 5-ə 6-ya vuranda 30 üstə gəlsin 2a bərabərdir 0. 2a bərabərdir mənfi 30. A bərabərdir mənfi 15. A-nı tapdıq mənfi 15. Keçirəm digərinə. 3-ü vururam. X6 tapmışam. 3 vur 6 üstə gəlsin 3b bərabərdir 0. 18 üstə gəlsin 3b bərabərdir 0-a. B bərabərdir mənfi 6. B-ni tapdıq mənfi 6. Mənfi 15 çıx 6. Mənfi 20. Bir cavab oldu E variantı. Gəldik 11-ci suala. OC tənbölən olarsa şəkildə verilənlərə görə AOC-ni tapın. OC tənböləni və işarəni də verib. Tənbölənin işarəsi. Deməli, biz bu ümumi bucağın cəmini 180 dərəcə olduğunu bilirik. Bura mən bir alfa yazıram. Alfa yazıram. Burada bir alfa yazıram. Onda 2 alfa belə deyək. Alfa yazsam. Alfa üstə gəl, alfa üstə gəlinsin. Buranı 90 dərəcə verib mənə 90 dərəcə üstə gəl 44 dərəcə bərabərdir 180 dərəcəyə. Açıq bucaqda AOC-ni soruşur. AOC-ni. Bax məndən uşaqlar. AOC haradır? Baba buranı soruşur məndən.
Mən alfanı tapmalıyım buna görə. Bu qırmızı işarə elədiyim yeri soruşur məndən. Deməli 2 alfa bərabərdir. 44-ün üstünə 90 yenə 134, 180-dən də 134 çıxsa, deməli 6, 4 46. Alfa nə oldu? 23 dərəcə. Alfanı tapdım. Yəni bu hissə 23 dərəcə. Deməli 90 üstə gəl 44, üstə gəl 23 bərabərdir. Deməli 90 üstə gələnsin 7, 6, 67, 157 dərəcə olur. Cavab olur D variantı. ABC üçbucağında BD hündürlük və AO OB-yə bərabərdir. AO OB-yə bərabər. Deməli bura alfadırsa, bərabər yanlı üçbucaqda burada alfadır. BAO 40 dərəcə. Alfanı tapdıq ki 40 dərəcədir. Onda burada 40 dərəcədir. Sonra OAD-ni soruşur. OAD-ni. Buranı soruşur məndən. Deməli, belə deyək ki, bura 40 dərəcədirsə, artıq mən bu A bucağını qırmızı ilə işarə edirəm. Baxın, bu A bucağının 50 dərəcə olduğunu bilirəm. Ay müəllim, hardan bildiniz? Buranı 90 verib, buranı da 40 verib. Buranı da 40 dərəcə verib. 40, 50, 90 eləyər. Buranın 40-ı var. Deməli, bu kiçik hissəyə neçə dərəcə qalır? 10 dərəcə. Məndən də O, A, D-ni soruşurdu. Bax, qara rəngdən işarə eləyirəm. Bax, bu bucağı soruşur məndən. Bu bucağı A, O, D-ni. Bu da oldu 10 dərəcə. Cavab oldu A variantı. Belə. Keçdik 13, 15 n bölünsün 6-ın üstə 18 düzgün kəsir olarsa. Söhbət düzgün kəsirdən gedirsə biz nə bilirik düzgün kəsirin şərtində. Məsələn A bölünsün B ifadəsi düzgün kəsirdirsə A B-dən nədir? Kiçik. Düzgün olmayan kəsirdirsə, məsələn A bölünsün B düzgün olmayan kəsirdirsə A böyük bərabərdir B. Böyük bərabərdir. Ha, təkcə böyük şərtini götürüb sualınızın cavabını səhv yönəltməyin. Biri bu oldu. Düzgün. Bu da oldu. Düzgün olmayan. Belə. Düzgün. Bu da oldu. Düzgün olmayan. Geldi indi bura. Burada nə deyir mənə? Düzgün kəsir olarsa. Düzgün kəsirdir deyirsə 15n düzgün kəsir olarsa. Kiçikdir 6-ın üstə gəl 18-dən. N'in aldığı tam qiymətdən sayını tapın deyir. 6-ın keçirsən bu tərəfə 9n kiçikdir 18-dən. N kiçikdir 2-dən. N'ini tapdıq 2-dən kiçik. N'in aldığı tam qiymətdən sayını tapın. Burada bir məsələ var uşaqlar. Mən N'in yerinə nə qoya bilərəm? N'in yerinə, müəllim, məf sonsuzluq 2 götürə bilməzsən. Çünki N'in yerinə sən burada mənfi qoya bilməzsən. N'in yerinə mənfi qoysan, artıq ifadən nə olur? İfadən N'in yerinə mənfi bir ədəd qoysan, artıq sən ifadən müsbətə çevrilmir də. Çünki burada mənfi olur. Məsələn, N'in yerinə tutam ki, mənfi 1 qoysan, olar belə. Mənfi 15, mənfi 6 üstə gəl 18. 18. Bu düzgünlük haqqında danışmaq olmaz. Mənfi kəsirləri biz düzgün olmanın haqqında danışa bilmirdik. Ona görə N'in yerinə sən ancaq bir dənə qiymət qoya bilərsən. O da 1-i cavab olur 1. Ədədin 13%-in üzərinə 4 əlavə etsək. Ədədin 13% nədir? 0-dan %13. Tam ki ədədim A-dır. 13% 0-dan %13 A. Üzərinə 4 əlavə etsək, ədədin 0-dan %29 hissəsi alınır. Sonra belə yazıq. 0-dan %29 hissəsi alınır. İndi mən 0-dan %29-dan 0-dan %13'ü çıxanda 0-dan %16 A qalar. Bərabər 4-ə. Deməli 100'ə vursam 16 A bərabərdir 400. Deməli A da bərabər 400 böl 16.
Bu ədədin tərsini tapın. Ədədin özü nədir? 16'da 400. Düzdürmü? Bəli. Deməli, ədədin tərsini istəyir məndən. Tərsi də 400'də 16 ixtisar gedər 4'ə 100'də 4. Cavab eləyər C variantı. Ədədin tərsini istəyir. Burada biz nə bilirik? Bu xassəni əvvəldən həndəsənin siz anlayışından bilirik ki, məsələn, belə deyək ki, yaxşı bir şey çəkmədik, bax. Deməli, burada bu bucaq, neyse, bax bu bucaq beta, bu bucaq fi'dirsə, fi bərabərdir alfa üstə gəlsin beta olur. İndi bu şərtə görə buradan mən yazım. Bu şərtə görə artıq mən bilirəm ki 3x çıx 40 bərabərdir. Daha doğrusu bərabər yox. Üstə gəl. 7x çıx 60 bərabərdir 5x üstə gəl 20. 10x çıx 100 bərabərdir 5x üstə gəlsin 20. Bu tərəfə keçirsən 5x bərabərdir 120. X bərabərdir deməli 12'yi 5'e böləndə 2 2'də 5 10 24. Bunlar A variantı. Keçək 16-cı suala. 20 ədədinin 1,2 hissəsinin 80%'ni tapın. 20 ədədinin 1,2 hissəsi vur 1,2'yə. Ona vursa 120 240. Düzdürmü? Yox 24. 24. Bəli. Ona vursa 12 24. 24 ədədinin 80%'ni tap. 24 ədədinin 80%, 24 ədədi 100%, 80% x-dır. Buradan x-i tapmaq üçün 24'ü 80'ə vurub 100'ə bölürük. Deməli, sıfırlar gedər. 24'ü 8'ə vurun. 8 kere 4. 32. 8 kere 2 16. 19 192 böləndə də 10'a 19 tam 10'da 2 almış olarıq. 17'də 100 kiçikdir, x kiçikdir 300 bərabəsini ödəyən və 7'yə bölünükdə qalıqda 4 olan ən kiçik ədədlə ən böyük ədədin cəmini tapın. Belə bir məsələ var. 7'yə bölünən ədədlər, 7'nin misilləri, məsələn 7'ni vur A misli. 7'ni 10'a vuranda 7'ni 11'e vuranda 77, 7'ni 12'ye vuranda 84, 13'e vuranda 91, 14'e vuranda 98. 98 məsələn mən 98'i 7'ye tam bölündüyünü görürəm. 14 qalır. Üstünə 4 gəlsəm 102 ədədi məsələn. Birincisi 102 bərabər 7'ye böldükdə qalıqda 4 alınır. Məsələn 102'ni 7'ye böldükdə 14 tam qalıqda 4 alınır. Düzdür? Ən kiçik ədədlə ən böyük ədədin cəmini. Ən kiçiyini tapdıq ki 102'dir. Məsələn ən böyük hansıdır? Yenə misillərinə baxırıq. Məsələn 7'ni 40'a vursam 280 eləyər. Belə də yazmaq olar. Məsələn 300'ü tutalım ki 7'ni 42'ye vursam 7 kere 2 14, 7 kere 4 28, 7 kere 2 14, 7 kere 4 28, 29, 294. 294 7'ye tam bölünür. Bir de bölünür 301. 301 de 7'ye tam bölünür. Ama 301'i 7'ye böləndə qalıqda nə qalır? Heç nə qalmır. 305 ama 300'e kimi deyirsə biz artıq 298 götürməliyik. Bəli, 298, 298 həqiqətən 7'ye bölündə qalıqda nə qalır? 4 alınır. Ən böyüyü də 298. Olur belə. 200 ədədin cəmini soruşur. 98 üstə gəlsin 102. 8'in üstünə 2 10. Deməli 9 burada 10.
2 üstün 1, 3, 4. Cevap elədi 400. Buranı təmizləyib biraz səliqə salaq. Belə. Deməli, cevap elədi 400. Belə deyək. Belə. Ədədin tam hissəsi ilə ədədin kəsr hissəsinin hasilini tapın. Birinci növbədə mən A ədədin tam hissəsini axtarıram. 216-nı mən yaza bilərəm 36 vur 6 kimi. Mənfi kök altında 6, üstə gəlirsə 36-dan da 6 kök altında 6 çıxır. Bu elədir 5 kök altında 6. 5 kök altında 6-nın tam hissəsini tapmaq üçün 5'i kökün altına salmalısın. 5'i kökün altına salmalısan ki tam hissə. Yəni gözdən görünmə formasını tam hissə tapmaq olmaz. 5'i kökün altına salanda 25 kimi girir. 6, 6 kere 5, 30. 6 kere 2, 12, 15, 150. 150'den indi kök nə çıxır? Təxminən kök. Məsələn, 12, 13 çıxmır. 13, 169. 12 tam nə qədərsə? Yəni kök altında 150'dən təxminən kök 12 tam nə qədərsə olur. Bunun tam hissəsi nədir? Tam hissə 12. Bəs B-də bunu biraz kiçildək. Bəs B-nin tam hissəsi B-nin kəsr hissəsini oluşur. B bərabər mənfi 7,3. Ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən ədədin tam hissəsini çıxmaq lazımdır. Bəs mənfi 7,3'ün tam hissəsi nədir? Tam hissənin tərifi neydi? Tam hissə, məsələn 5,2'nin tam hissəsi nədir? 5. Ədədin özün keçməməlidir. Ədədin özündən böyük olmamalıdır. Mənfi olanda nə dəyişir bəs? Mənfi 5,2. Mənfi 5,2'dən sonra mənfi 6. Mənfi 6 mənfi 5,2'dən nədir? Kiçikdir. Kiçikdir. Artıq buradan sən bilirsən ki, mənfi 5,2'nin tam hissəsi mənfi 6'dır. Burada da ədədin özündən məsələn, mənfi 7,3'ün tam hissəsi nədir? Mənfi 8. Mənfi 8'i çıxırıq. Mənfi 7,3 üstə gəl 8. Cavab eləyir 0,7. Kəsr hissəsinin hasilini tapın. Bu da oldu 0,7. Digərini tam hissəsində tapmışdıq. 12. 12'yi vururuq 0,7'yə. 12 vur 0,7. 7 kere 2 14. 7 kere 1 7 8. 0 0. 4 8 0. Bir rəqəmdən qoysaq cavab olar 8,4. 8,4. Bunun cevabı oldu 400. Belə. Gəldik 19'a. İki düz xəttin kəsişməsinə alınan bucaqlardan biri digərindən 40 dərəcə böyükdür. Baxın, iki dənə düz xət kəsişirsə, alınan bir bucaq alfadırsa, digəri 180 çıx alfa olur da. İki düz xəttin kəsişməsinə alınan bucaqlardan biri digərindən 40 dərəcə böyükdür. Bax, bu da alfadır, bu da 180 çıx alfadır da, belə deyək, qarşılıqlı bucaqlardır axı. Ona görə bunlar qonşu bucaqlar olur. Biri digərindən 40 dərəcə böyükdürsə, biri alfadırsa, digəri alfa üstə ya 40 dərəcədir. Bu bucaqların böyüyünü tapın. Mən buradan bilirəm ki, alfa üstə gəlsin 40 dərəcə bərabər 180 dərəcəyə. 2 alfa bərabər 140 dərəcə. Alfa da bərabər 70 dərəcə. Böyüyün istədiyi üçün 70 üstə gəlinsin. 40 dərəcə bərabər olar 110 dərəcəyə. Cavab olur 110 dərəcə. Şəkildə verilənlərə görə alfanı tapın deyir bizə. Deməli, əziz uşaqlar, bu sualda məsələ nədir? Üçbucağın xarici bucaqların cəmi neçə dərəcədir? 360 dərəcə.
360 dərəcə. Deməli, mən bu xətti uzatsam, buranın artıq 176-dırsa 180-dən 76-nı çıxaram. 104 dərəcə olduğunu bilirəm. Və vəssalam da buradan artıq 104 dərəcə üstə gəl 0.5 alfanın kvadratı çıx betanın kvadratı üstə gəl 0.5 alfanın kvadratı üstə gəl betanın kvadratı bərabər neçəyə? 360 dərəcəyə. Beta kvadratlar getdi. 0.5 alfa 0.5 alfa qaldı alfanın kvadratı. 104 360-dan 104-ü çıxanda nə qalar? Deməli alfanın kvadratı 360-dan 104-ü çıxsaq, ondan 4 çıxanda 6 5 1 156 256 dərəcə 256 dərəcə bəli 256 dərəcə alfanı tapdıq ki 16 dərəcəymiş. Məndən də alfanı soruşur 16 dərəcə. Əkop AB 22 olarsa A üstəgə B cəminin ən kiçik qiymətini tapın. Aha. Bax, əkop AB 22 olarsa müxtəlif ola bilər. Burada məsələn 22 olması üçün nələr ola bilər? 22 olması üçün 22 məsələn 22 ola bilər. Tutalım ki 11 də ola bilər. Cəmi 33 ola və ya da fərqli qiymətlər ola bilər. Amma cəminin ən kiçik qiymətini istəyirsə məndən 1 və 22 kimi. 1 və 22, 2 və 12 kimi də baxmaq olar. Başqa cür məsələn 2 və 11 kimi də baxa bilərəm. Qarşılıqlı sadə ədədlər çərçivəsində bunların da cəmi. Yəni biri-birinə qarşılıqlı sadə ədədlər nədir? Məsələn A vurulsun B 22. Bunların cəmi ən kiçik olması üçün nə olmalıdır? Biri-birinə ən yaxın olan ədədlər. A vurulsun B 22-dirsə hansı ədədlər ola bilər? Məsələn 1 22 ola bilər. 2 11 ola bilər. Başqa eşit. Onda olur cavab cəmi ən kiçik 13. 2 və 11-i götürsək. X çıxılsın y, x plus y qarşılıqlı sadə ədədləri üçün 145 olası. Bax, bu ədədlər qarşılıqlı sadə ədədlərdirsə və qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Yəni, bu ifadənin əkobu x çıx y, x üstə gəlsin y hasilinə bərabər 145-ə. Buradan nə çıxır ortalığa? Ortalığa bu çıxır. X kvadrat çıx y kvadrat bərabər 145. Məndən x vur y hasilinin ən kiçik qiymətini istəyir. 145-i sadə vuruqlarına ayırsam, elə ifadələr yazmalıyıq ki, x və x minus y-dən x plus y qarşılıqlı sadə ədədlər olmalıdır. Məsələn, 145-i sadə vuruqlarını ümumiyyətcə ayıraq. 3-ə bölünər. 4 kere 3 12. 4 kere 3 12. 3'ə bölünmür. 5'ə bölünür. 5'ə. Deməli 2 dəfə 2 kere 5 10 45'də 9 elə 29 1. Bəli, qarşılıqlı sadə ədədlərdir. Elə bunlar məsələn 45 145-i mən 5 vur 29 yaza bilirəm. Onda buradan belə çıxır ki, buna ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Buradan belə çıxır ki, x minus y 5'dir. X plus y də 29'dur. Həll eləyək. 2x bərabərdir 34. X bərabərdir 17. X 17 tapdıqsa y nə olur? 12. Məndən də bunların hasilini soruşur. 17 vur 12. 2 kere 7 14. 2 kere 1 2 3. 1 kere 7 7. 1 kere 1 1. 4 10. Bu da 2. Cevap elədi 204. Kəsirlərin ən böyüyü ən kiçiyinə neçə faiz çoxdur? Kəsirlərin ən böyüyü ən kiçiyinə neçə faiz çoxdur deyirsə, biz bunları ortaq
sürətə gətirsək daha məsləhətlidir. Məsələn 6-ya gətirsəm, deməli 12-də 1 kəsiri vuraram 6-ya sürət və məxrəci. Olar 72-də 6. 15-də 2-ni vuraram 3-ə. Olar 45-də 6. 8-də 3-ü vuraram 2-yə. Olar 24-də 6. Bunları yığaq bir yerə, biraz kiçildib. Məsələn, bax bunu kiçildirəm. Bunu da kiçildik. Bunu da kiçildik. Sonra gələk. Ən böyüyü ən kiçiyindən neçə faiz çoxdur? Deməli, sürətlər bərabərdirsə, məxrəci böyük olan kiçik olur. Burada ən böyüyü hansıdır? 8-də 3. Deməli, bu kəsirlərdən ən böyüyü ən kiçiyindən soruşursa, bu kəsirlərdən ən böyüyü neçədir? Ən böyüyü 8-də 3 kəsirdir. Düzdürmü? Ən böyüyü məxrəci ən kiçik olan ən böyük olur. Bəli. 8-də 3 kəsir. Ən kiçik isə 12-də 1. 12-də 1 100%-dir. 8-də 3 x faiz. Baxaq görək buradan. X-i tapsaq 12-də 1 8-də 3 vurulsun 100-ə. Deməli 12 qalxar yuxarıya. Olar 12-ni 3-ə vuranda eləyir 36 3600 bölünsün 8-ə. 3600 8-ə böləndə 4 dəfə 4 kere 8 32 40'da 5 450. 450 faiz çox deyil ki, 450 faizinə bərabərdirsə 350 faiz çox olur. Bu belə. Bərabəryanlı üç bucağın təpə bucağı oturacağına biçik bucağın 2'də 1 hissəsinə bərabərdir. Məsələn, bir dənə üç bucaq çəkək buradan. Belə. Bərabəryanlı üç bucağın təpə bucağı oturacağına biçik bucağın 2'də 1 hissəsinə bərabərdir. Oturacağına biçik bucaq alfadırsa, təpə bucağı oturacağına biçik bucağın 2'də 1 hissəsinə bərabərdir. Yəni 2'də 1 alfadır təpə bucağı. Bu da alfadır. Təpə bucağı oturacağına biçik bucağın 2'də 1 hissəsindən bu üç bucağın oturacağına biçik bucağın dərəcə ölçüsünü tapın. Buradan mən tapıram ki, alfa üstə gəlsin alfa, üstə gəlsin 0.5 0.5 alfa bərabər 180 dərəcəyə. Deməli 2 alfa 2,5 alfa bərabərdir 180 dərəcə. Alfa da bərabərdir. Deməli 180'i mən 2,5'ə bölsəm neçəyə bölüşər? 8 dəfə 8 dəfə düşərmi? 6 dəfə. 6 kere 5 30. 7 dəfə düşür. 7 kere 5 35. 7 kere 2 14 17. 5 50'də də yenə 2 dəfə. 72 dərəcə. 72 dərəcə. Olur 72 dərəcə. Oturacağını biçik bucağın dərəcəsi 72 olur. Məxrəci 73, 75 olan ixtisar olunmayan bütün düzgün kəsirlərinin sayını tapın. Məxrəci 75 olan. Fikirləş 75 məxrəcdir. Deməli 75 məxrəc olan ixtisar olunmayan. Bu nə deməkdir? Ədədin özündən kiçik özü ilə qarşılıqlı sadə. Yadınıza düşdüsə, ixtisar olunmaması üçün, məsələn, sürəti elə bir ədəd yazmalısan ki, 75 nə ixtisar olmasın. Məsələn, tutam ki, 17, 9 ixtisar gedir. 9 heç olmur. Tutam 7, 13, yəni bunların hansını da birisini yazsın, ixtisar getməzlər və düzgün kəsir. Şərt var idi, belə bir qayda var idi. Ədədin özündən kiçik, ədədin
özündən kiçik, özü ilə qarşılıqlı sadə. Q bərabərdir A vurulsun 1 bölün 1 çıxılsın 1 bölünsün x, 1 çıxılsın 1 bölünsün y, 1 çıxılsın 1 bölünsün z. Burada da mesela A ədədi tutalım ki x üstü m, y üstü n, z üstü bir k ifadələrine bölünəndə yadınıza düşürsə xatırlayırsınızsa. İndi 75'i mən sadə vuruqlarına ayırsam 3'ə bölünər, nə düşər? 25. 5'ə bölünər 5. Bu da 5'ə bölünər 1. Deməli 75 3 üstü 1, 5 üstü 1, 5 üstü daha doğrusu 2. Bu hissəsi yoxdur. 5 üstü 2. İndi Q bərabər 75 vurulsun 1 çıxılsın 1 bölünsün 3, 1 çıxılsın 1 bölünsün 5. 75 vurulsun 3'də 2 vurulsun 5'də 2'yə. Deməli bunu kiçildək nisbətən biraz. Şimdi yerimiz açılsın burada. Neyse. Kiçildək. Bunu da getirək. Bura qoyaq. Belə. Aha. Bərabərdir. Bərabərdir. 75 vurulsun. 3 kere 5 15. 2 kere 2 4. 15'ten 75 gider ixtisar. 5 qala 5'i de 4'e vuranda 20 dənə. Yəni yazsaz 75 məxrəci 75 olan 75'ten yəni məxrəci 75 olan ixtisar olunmayan 20 dənə düzgün kəsir var. Bir yazsaz da belə çıxasıdı ifadə. Belə əziz şagirdlər, həqiqətən yəni vaxt aparan suallar var idi içində. Hələ mövzu sınaq nömrə 2'dir. Gör mövzu sınaqları artdıqca və mövzular çoxaldıqca daha çox çətinləşmə dərəcəsi artacaq. Yəni bu MHM sınaqları həqiqətən mükəmməl olur. Bu da 9-cu siniflər üçün həqiqətən mükəmməl sınaqlardan biridir. Fikirləşin ki, bu sınaqları bir 50% yazan 9-cu sinif şagirdi rahat ki buraxılışı 90% nəticə ilə tamamlayacaq. Yəni onu mən arxayınlıqla deyirəm, sualların həcmin, sualların tutarlılığını mən izah verəndə bilirəm ki, suallar nə dərəcədədir. Çox da çətin deyil, həqiqətən mükəmməl suallar var. Sağ olun, uğurlar sizə.